Salam gözəl insanlar. Bişmiş kremi, yəni savarno kremin necə hazırladığımı sizə göstərim. Onun üçün lazım olan ingredientlər orada ekrana yazdım. 1 litr südün yarısını boş qaba, yarısını da ocağa qoyuruq. Südə 3 yumurta əlavə edirik. Vanilin. Neçə illərdir ki, mən kremi belə bişirirəm. Çox gözəl, marojna kimi krem alınır. Bunun üçün 14 xörək qaşığı un əlavə edirik. Bu da eləyir 420 qram. 300 qram şəkər tozu. Yaxşı qarışdırıb isti südün, qaynamağa çatmış isti südün üstünə əlavə edirik. Ocağın çox yüksək dərəcəsi olmamaq şərti ilə qarışdıra-qarışdıra bişiririk. Bunun un dadı qalmasın. Buna görə biz az xodda bunu bişiririk. Bir gün soyuducuda saxlamaq şərti ilə belə 170 qram kərə yağı mikserlə yaxşıca qarışdırırıq. Sonra bişmiş kremi etapla 3 qaşıq əlavə edərək hər dəfəsində yaxşıca qarışdırırıq. Bu əsnada bir də deyim ki, bizim bişmiş kremdə soyuducudan, kərə yağımız da soyuducudan eyni dərəcədə olmalıdır. Gözəl insanlar, sizin xahişinizi nəzərə alaraq mən bu kremi bişirdim. İnanıram ki, siz də bunu rahatlıqla bişirə bilərsiniz. Bişirməyə dəyər çox gözəl kremdir. Sağ olun.